Mən Naxçıvan Dövlət Universitetinin Naxçıvan Dövlət Texniki Kollecinin tarix müəllimi Elnarə Seyidova. Bu gün sizlərə dövlət müstəqilliyi bərpası və 1-ci Qarabağ müharibəsi mövzusunu izah edəcəyəm. Hamıya məlum olduğu üzrə 80-ci illərin ortalarında SSR-nin ictimai-siyasi mənəvi həyatında dərin böhranlı vəziyyət yaşanırdı və həmin böhranlı vəziyyəti aradan qaldırmaq üçün SSR Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibi vəzifəsində çalışan Mixail Qorbaçov sürətləndirmə konsepsiyasını irəli sürdü. 1985-ci ildə həyata keçirilən yenidən qurma xətti özünü doğrultmadı və SSR-nin tərkibində olan dövlətlər müstəqilliyi uğrunda mübarizəyə başladı. Həmin mübarizəni qırmaq adına SSR Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibi vəzifəsində çalışan Mixail Qorbaçov və digər rəhbərlərin başçılığı ilə gizli şəkildə silahlandırılan ermənilər Azərbaycanların üzərinə salındı və Dağlıq Qarabağ Milli Münaqişə ocağı alovlandırıldı. Dağlıq Qarabağ məsələsi gündəmə yenidən gətirildi və bununla da Azərbaycanlıların öz etnik torpaqlarından, ata-baba yurdlarından Ermənistandan sonuncu deportasiyası 1988-ci ilin yanvarından başlamış oldu. 1988-ci ilin yanvarında ilk qaçqınlar Qafan və Mihri rayonlarından Azərbaycana köç etməyə başladılar. Bununla belə fevralın 19-u 1988-ci ildə Ermənistan türklərdən təmizləməli düşlərdi, artıq mitinglər keçirilməyə başladı Ermənistan ərazisində. Fevralın 24-də Əsgəran rayonunda 2 gəncimiz cinayət yerə qətlə edilir, 19 nəfər yaralandı. Fevralın 28-də Sumqayıt Qəşarlığı adı altında tərəfimizə düşən qanlı hadisə baş verdi. Həmin hadisənin məqsədi bunları ibarət edir ki, Azərbaycanın dünya gündəmində nüfuzunu aşağı salmaq və bunu da özünün paşa rəqəbi ilə Azərbaycanlı kimi təqdim edən erməni millətçisi Eduard Qriqoryan bu hadisəni öz millətinə qarşı atəş açaraq törətmişdi. Burada da əsas məqsəd Azərbaycanın nüfuzunu dünya gündəmində aşağı salmaqdan ibarət edir. Beləliklə 1988-ci ilin yanvarında ilk qaçqınlar artıq Qafan və Mehri rayonlarından Azərbaycan ərazisinə köç etməyə başladı. Demək olar ki, 1988-ci ilin sonunda artıq bir dənə də olsun Azərbaycanlı Ermənistan ərazisində qalmamışdı. Belə bir məqamda Moskvanın hər dediyi buyruğa əməl etməklə SSR-nin əlində oyuncağa çevrilən Azərbaycan rəhbəri xalqın hüquqlarının müdafiəsi üçün heç bir ciddi addım atmırdı. Belə bir məqamda xalq özü müdafiəsinə qalxdı və 1988-ci il noyabrın 17-sində Azadlıq meydanında ilk dəfə suverenlik, müstəqillik, azadlıq adı altında mitinglər keçirildi. İlk dəfə bayrağımız burada dalğalandı. Həmin gün noyabrın 17-si tariximizə milli birçəliş günü kimi qızıl hərflərlə yazılmışdır. Bununla belə xalq bir sıra ziyalıların rəhbərliyi ilə 1989-cu il 16 iyun tarixində Əbülfəz Elçi bəyin sədrliyi ilə bir sıra ziyalıların rəhbərliyi ilə Azərbaycan Xalq Cəbhəsi yaradıldı. Azərbaycan Xalq Cəbhəsi yarandığı gündən Azərbaycan rəhbərliyinə müəyyən təsirlər göstərirdi ki, xalqın hüquqlarının müdafiəsi üçün ciddi addımlar atsın. Belə bir məqamda 1989-cu ilin 20 sentyabr tarixində Azərbaycan SSR suverenliyi haqqında konstitusiya aktı qəbul edildi. Bu aktın mahiyyəti ondan ibarət edir ki, Azərbaycan ərazisində Moskva qanunları yox, Azərbaycan qanunları da ölçüdür. Bununla belə vaxtilə 1988 yanvarın 12-sində Dağlıq Qarabağın idarəsi üçün yaradılan xüsusi idarə komitəsi, yəni FİQ 1989-28 noyabr tarixində tamamilə ləğv edilmiş oldu. Bu, Azərbaycan rəhbərliyinin bu ciddi addımları artıq Ermənistan qorxuya saldı və 1989-cu il dekabrın 1-də Ermənistanın qanun Soveti Dağlıq Qarabağın Ermənistan birləşdirməsi haqqında qanun qəbul etdi və Xankəndidə erməni bayrağı dalğalandırıldı. Bununla belə xalq küçələrə axışdı, mitinglər, nümayişlər, tətillər keçirməyə başladı. 1989-cu il noyabrından başlayan tətillər 1989-cu ilin dekabrında da davam etdi. Belə ki, 1989-cu dekabrında Naxçıvanın İranla sərhəddindəki qurğular, tikanlı məftillər xalqımız tərəfindən darmadağın edildi və bu kimi hadisələr qarşısında xalqın iradəsini sındırmaq adına qanun yanvar faciəsi törədildi. 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə qanun yanvar hadisəsi törədildi və həmin hadisənin Bakı əməliyyatına SSR Müdafiə Naziri Yazov şəxsən özü rəhbərlik edirdi. Qanun yanvar hadisəsinə ilk lazımi qiyməti Heydər Əliyev Əlirzaoğlu
vermişdi. Belə ki, o 1990-cı il 21 yanvar tarixində Moskvadakı çıxışında faktlarla, sübutlarla, dəlillərlə sübuta getirmişdi ki, bu xalqının müstəqilliyə gedən sürətli addımlarının qarşısını almaq üçün edilən bir siyasi manevrdir. Bununla belə xalq ayağa qalxdı. Və bununla Azərbaycan Xalq Cəbhəsinin Azərbaycan rəhbərliyi artıq 1997 yanvar hadisəsindən sonra deməli Azərbaycan Xalq Cəbhəsi ilə razılığa gələrək Azərbaycan SSR ərazisində prezident seçkiləri keçirildi və deməli mütləq səs çoxluğu ilə Ayaz Mütəllibov prezident seçilmiş oldu. Qeyd edək ki, Azərbaycan müstəqilliyini qazandıqdan sonra isə Azərbaycan ərazisində prezident seçkiləri 1991 sentyabrın 8-də keçirilmişdir. Və Ayaz Mütəllibov prezident seçilsə də Dağlıq Qarabağ məsələsi hələ də gündəmdəydi. Bununla belə Naxçıvan ərazisi blokada yanmışdı. Bu kimi hadisələr qarşısında Heydər Əliyev Əlirzaoğlu 1990-cı il 20 iyul tarixində Bakıya geri dönüş edir və 1990-cı il 22 iyul tarixində Naxçıvana qayıdır. 1990-30 sentyabr tarixində parlament seçkilərində Heydər Əliyev Azərbaycan parlamentinə və Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına deputat vəzifəsində çalışır. 1990-cı il 17 noyabrında onun ən böyük uğurlu addımı atılır. Belə ki, Naxçıvan Muxtar Respublikasının adından Sovet Sosialist sözü götürülür və Üstünçü bayrağımız Ali Məclisin qarşısında davalandırılmış olur. 1990-cı il 17 noyabrında Naxçıvanın adından Sovet Sosialist sözünün götürülməsi və 1990-cı il 17 noyabrında Üstünçü bayrağımızın Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq olunması bu kimi addımlarla yanaşı eyni zamanda 1991-ci il sentyabrın 7-sində Naxçıvanın müdafiəsinin təmin olunması üçün Naxçıvan Muxtar Respublikası ərazisində Dövlət Müdafiə Komitəsi yaradılmış olur. Bütün bu qərarlarla yanaşı eyni zamanda 1991-ci il 16 dekabr tarixində, hansı 1989-cu il 31 dekabr tarixində sərhəd qurğularının məhv edilməsi ilə Azərbaycanla İran arasında, Cənubi Azərbaycan arasında sərhədlərin yenidən bərpa olunması, gediş-gəlişin bərpa olunması, xalqın bu sevinci qarşısında 1991-ci il 16 dekabrda Heydər Əliyevin sərəncamı ilə həmin gün tariximizə dünya Azərbaycanlıların birlik və həmrəylik günü kimi tariximizə qızıl hərflərlə düşmüş olur. 1991-ci il 30 avqust tarixində Heydər Əliyevin böyük səyi nəticəsində Azərbaycan müstəqilliyinin bərpası haqqında bəyannamə qəbul edilir. 1991-18 oktyabr tarixində Azərbaycan müstəqilliyinin bərpası haqqında konstitusiya haqqı qəbul edilir və Azərbaycan Respublikası adlanmağa başlayır. Bundan sonra ilk olaraq 1991-ci il 9 noyabr tarixində Türkiyə Respublikası tərəfindən tanınır, daha sonra Rumıniya, Pakistan, İsveç, İran tərəfindən tanınır. 1992-ci ilin əvvəllərində ABŞ və Rusiya tərəfindən tanınan Azərbaycan Respublikası 1993-cü ilin əvvəllərində 116 dövlət tərəfindən rəsmən tanınmış olur. 1991-ci ilin dekabrında İslam Konferans Təşkilatına, 1992-ci ilin fevralında İqtisadi Əməkdaşlıq Konferansına qəbul edilir. Onunla birlikdə 1992-ci il martın 2-sində Birləşmiş Millətlər Təşkilatına üzv kimi qəbul olmuş. Müstəqilliyimizin ilçələrində hərb sahəmiz olduqca bərbad vəziyyətdə idi. Müstəqilliyimizi qazanmağımıza baxmayaraq, bu da düşmənin işinə yarayırdı. Belə ki, Dağlıq Qarabağ ərazisinə geniş işğalçılıq yürüyüşləri təşkil edirdilər. 1992 yanvarın 25-dən Limansan keçən gecə Şuşa mühasirəyə alınır və Şuşa mühasirəsinin yaranması üçün hazırlanan daşaltı əməliyyatı uğursuzluq və nəticələr. 1992-ci il yanvarın 25-də axşam saat 9 radələrində tərkibinin müstəşkisi ermənilərdən təşkil olunan 366-cı motatıcı alayı, qeyd edək ki, bu alay Rusiyaya məxsus alay idi. Deməli, Xocalıya daxil olur və Xocalının igid oğulları Azərbaycanın müdafiəsinin üzərinə götürülür. Həmin oğullardan biri də Tofiq Hüseynov olmuşdur ki, 150 nəfər şəxsi heyəti ilə qəhrəmancasına Azərbaycan xalqını müdafiə edirdi və bir çox Azərbaycanın mühasirəsinin yaranmasında böyük şücaət, qəhrəmanlıq göstərmişdir. Lakin buna baxmayaraq, düşmənin təslim oluşlarına məhəl qoymayaraq, son günlərini özünə sıxaraq qəhrəmancasına şəhid olmuşdur. Digər qəhrəmanlardan biri isə Əlif Hacıyev xüsusi təyinatlı polis komandir olmuşdur ki, belə ki, Xocalı hava limanına edilən 3 basqının qarşısını məharətlə ala bilmiş. Daha sonra düşmənin
deməli, hava limanına edəcəyi hücumdan deməli, narahatçılıq hissi keçirərək hava limanının dispetçer məntəqəsini partladaraq özü də burada qəhrəmancasına şəhid olmuşdu. Bütün bu fövqəladə müdafiəyə baxmayaraq Xocalı işğal altına düşmüşdü. Və 1992-ci ildə deməli 8 may tarixində Şuşanın 1992-ci il 7 may tarixində Şuşa 80 tank 6000 canlı qüvvə ilə mühasirəyə alınır. 8 may tarixində isə Şuşa şəhəri ermənilər tərəfindən tutulur və Dağlıq Qarabağın üzüş qarşı olan Şuşanın tutulması ilə Dağlıq Qarabağın işğalı tamamilə başına çatdırılmış olur. Bu hadisələrdən sonra xalq ayağa qalxır və Ayaz Mütəllibov istifaya çağırır. Ayaz Mütəllibov 1992-ci il martın 6-sında istifaya gedir və onun yerinə Azərbaycan Xalq Cəbhəsi, yəni Əbülfəz Elçibəy hakimiyyətə gəlir. Əbülfəz Elçibəy 1992-ci il 7 iyul tarixində hakimiyyətə gəlir və daxili siyasətdə bir sıra uğurlar qazanılsa da, belə ki 1992-ci il 27 may tarixində dövlət himnimiz qəbul edilir. Bununla bərabər 1992-ci il 26 iyul tarixində Xəzər hərbi donanması yaradılır. 1992-ci il yanvarın 19-unda dövlət himnimiz qəbul edilir və 1992 avqustun 5-də isə Azərbaycan Milli Valyutası manat dövriyyəyə buraxılır. Daxili siyasətdə uğurlar qazansa da xarici siyasətimiz olduqca bərbad vəziyyətdə idi. MDB-yə daxil olmamağımız Rusiya ilə münasibətləri gərginləşdirmişdi. O cümlədən İranın narazılığına səbəb olan hadisə isə Cənubi Azərbaycan güclərinin müdafiəsi üçün bəyannamələrin, bəyanatların qəbul olunması idi. Bu da İranla münasibətləri gərginləşdirmişdi. Belə bir məqamda 1993 aprel tarixində Kəlbəcərin işğalı xalqın Azərbaycan Xalq Cəbhəsinə olan inamını qırır və Azərbaycan Xalq Cəbhəsi artıq öz inamını, xalqın gözündəki inamını itirir. Beləliklə, Əbülfəz Elçibəy 1992-ci ildə 18 iyun tarixində gecə heç kəsə xəbər vermədən öz doğulub böyüdüyü Ordubad rayonunun Çələşi kəndinə gedir və bütün prezident səlahiyyətləri Milli Məclisin qanunu ilə Heydər Əliyev Əlirza oxuna verilir. Belə ki, 1993-24 iyun tarixində boşda qalan prezident səlahiyyətlərini Milli Məclis birbaşa Heydər Əliyev Əlirza oxuna həvalə edir. Bununla belə 1993 oktyabr tarixində Heydər Əliyev Azərbaycan Respublikasının mütləq səs çoxluğu ilə prezidentlik seçilir. Bugünkü dərsimizdən bu qədər. Diqqətinizə görə təşəkkür ederim.